dövlət qüdrətlidir ki, orada hamı şahlar isə qanunlara xidmət edirlər. Hakimə denən ki, imkan varsa, ayrıca bir gün ayırsın. Lotariyanı təqdim eləyəndə bunun pasportunu saxlayıb cibində, ona görə deyir, dayı, yaşaya bilmirəm, mümkün deyil, əsəb öldürür məni. Hətta gedib onlara təsir eləmişdi ki, gəlməyin ora, mənim üzümə durmayın. Evləndiyi qızla güya onun o biri dostunun haradasa bir əlaqəsi olub, qabaqçadan tüfəng göndərmiş. Gedib meşədə bunu güllələyib bastırıb. Bir daha vuranda baxır ki, bir qol çıxdı. Bir daha vuranda bir qılça çıxdı. Bunu anasının ruhu aparıbdı, gedək bunu axtaraq. Gəldi, dedi ki, mənim xəbərim yoxdur, mənə məcbur eləyiblər. Boyu başıma dönüm, mən müəllimə deyiləm ki, mən hardan biləm, mən neçəsini bilmirəm. Arvadı tutdu, dedi, dayan. Adilin qızı Simanın adını kimlədir? Qayamlığın nümayəndəsi ağlayır, gözlərinə belə buldur, yaş tökülür. Hörmətə layiq vəkillərimiz var ki, nüfuzludular. 1954-cü ildə Ağdam rayonunun İmamlıbəyli kəndinə adın olmuşam. Orta təhsilimi Quzanlı kənd orta məktəbində başa vurmuşam. Sonra Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişəm. Həm kolxozda hüquq məsləhətçisi işləmişəm. 78-ci ildə mən qiyab oxumuşam. 5-ci kursda oxuyan vaxtı Ağdama baş dövlət notariusu təyin olunmuşam. Və orada da dövlət notariusu işləməklə bərabər həmin müddətdə hakimlərdən birini geri çağırdılar. Ona görə də iş yükünün çoxluğu nəzərə alınaraq o vaxtı xalq icraçılarla İcraya Komitəsinin qərarı ilə hakim əvəzedici təyin edə bilirdilər. Demək olar ki, hardasa müxtəlif fasilələrlə 1-2 il elə hakimi əvəz eləmişəm Ağdamda. 80-cı ildə, 81-ci ildə. 1982-ci ildə Xaçmaz rayon məhkəməsinin hakimi seçilmişəm. 85-ci ildə Ağsu rayon məhkəməsinin hakimi, 87-ci ildə isə Salyan rayon məhkəməsinin hakimi və sədri. Hardasa Salyan rayonunda çox işləmişəm. 13 il, 2 ay. 2000-ci ildə iyul ayında Ali Məhkəməyə hakim seçilmişəm və orada da hardasa 20 il orada işləmişəm. 2000-ci ildən 2020-ci ilə qədər. 2020-ci ildən təqaüdə çıxmışam. Hal-hazırda Ali Məhkəmə yanında Elm Məsləhət Şurasının üzvüyəm. Hakimlər İttifaqı İdarə Heyətinin üzvüyəm və bu cür davam etdirirəm indi o fəaliyyətimi. Ümumiyyətcə, hakim işlədiyim müddətdə maraqlı işlər çox olub. Amma xüsusilə yaddaşımda qalan bir mülk işdir. Mən Ali Məhkəməyə gələnə qədər indi təbii ki, rayonda həm mülk, həm cinayət işlərinə baxmışam. Amma Ali Məhkəmədə ancaq mülk kollegiyada işləmişəm. 87-ci ildə Salyan rayon məhkəməsinə təzəcə sədr təyin olunmuşdum. Mən də hakim seçilmişdim. Adətən məhkəmənin sədri, prokuror, rəis, rayonun rəhbər vəzifəli işçiləri dəyişəndə şikayətə gələn adam çox olur. Katibim dedi ki, bəs bir nəfər oğlan qəbula gəlibdi. Plastik kütlə emalı zavodu vardı, oranın fəhləsidir. Dedim, qəbula gəlib, qəbul günü gəlsin də. Dedi, yox, hakimə denən ki, imkan varsa, ayrıca bir gün ayırsın, başqa vaxt. Dedim, onu denən 6-cı gün gəlsin. 6-cı gün gəldi, onu qəbul elədi, mutlu, danışır, nədir dərdin, şikayətin. Gördüm, danışdıqca elə bir ki, məsələn, bu bir növü belə havalanır, özündən çıxır. O qədər əsəb gərginliyi keçirib ki, dedim ki, axı nədir bir an? İcazə verin, yedim bir dərman atım, get yaxşı dərman at. Getdi, gəldi. Məsələn, mahiyyəti nədir? Deməli, bu öz xalası oğlu ilə birlikdə, oğlanın adı indi kimi yadındadır, Bünyaddır. Moskvada Yeyinti Sənayesi İnstitutu var, orada qiyabı oxuyurlar. Bunlar gediblər sesiyaya, sonra deyir, evə gəlməyə az qalmış, sesiyaya yekunlaşırdı. İzmailovski parkda gəzirdik. Bir də gördük, deyir, sprint lotariyası vardı o vaxtı. O sprint lotariyası nə idi? Sırırdın, açırdın. Uduş içindeydi. Bunun xalası oğlu Salyanda PMK-da mühasib işləyir. Bu özü fəhlədir. Dedi, gedək lotariyalım. Dedim, mənim imkanım nədir lotariya almam? Bu getdi, deyir, 5 dənəsini aldı. Cırdı, heç nə yoxdur. Sonra deyir, elə getdim, dedim, məşqo gedim. Kesinə mənim baxdım sınıb. Getdim, aldım. Elə birincini qıranda Qaz 24. O vaxtda Qaz 24 çox qiymətli bir maşın hesab olunurdu. Çox sevindik, deyir, qaçdıq, deyir, əmanət kassasına. Dedilər, yox, bunu mərkəzi əmanət kassasına getmək lazımdır. Növbəti gün, deyir, durduq, hazırlaşdıq ki, gedək ora rəsmiləşdirmək üçün. Xalam oğlu, deyir, məndən böyükdür, həm də bu rus dilində məndən yaxşı danışır. Bu kostyumda geyinibdir. Mən, deyir, qoru kəsikliyəm, havəslidir. Pasportumu da lotariyamda vermişəm buna, qoyub kiminə. Getdik, deyir, orada danışdıq, elədik. Bu verdi ora, başladılar bunu, deyir, sənədləşdirməyə. Bunu 5 kopya patkaprofka yazıb. Sonra, deyir, bunu bizə verəndə saxladı, deyir, axırıncı vərəqi, dedi ki, desən, bu yaxşı düşməyib. Dedi ki, eyb yoxdur, mən əlimlə yazaram bunu. Onda başladı, deyir, ad familiyanı deyəndə gördüm, deyir, bunun ad familiyasını deyir. Deməli, xalası oğlu lotariyanı təqdim eləyəndə bunun pasportunu saxlayıb cibində
özünün pasportunu təqdim edir. Və avtomaşın aformt olunub bunun adına. Başladı deyir mübahisəmizə. Ne belirləmsən dedi ki, dava salma ikimizin də əlindən alarlar. Ne olacaq? Cəmaət hamısı gəlir. İvanın Petrovun adına maşın alır, aparır Azərbaycanı sürür. Xalam olayında mənim adım olur, sən sürərsən. Nəysə, bu minvalla deyir, məni sakitləşdirdi. Aldıq deyir sənədləri falan, oradan düz gəldik İnsusa. Bu özü çıxdı deyir, Patokun qarşısında elan elədi ki, ay uşaqlar, gəlin təbrik eləyin. Töküldü deyir uşaq üstümə. Ay baxaq, sənədi götürdü. Büdüdürək, sənin adın yazılıb bura. Dedi, mənim adım ona görə yazılıb ki, mənim sürücülük vəsiqəm var. Maşını buradan alıb sürə-sürə aparmaq üçün elə mənim adıma yazılıq. Özü də bunları deyib. Axşam da banket təşkil elədik, Azərbaycanlı uşaqlara qonaqlıq verdik. Ondan sonra elə oldu ki, maşını oradan vermədilər. Dedilər ki, gedin Bakıya turist mağazasına göndərəcəyik, Xırdalana. Oradan götürərsiniz. Çıxdıq, gəldik deyir, indi hər gün gözləyirik. Paştalyona da demişəm ki, bax belə bir telegram falan gəlsə, təcili mənə xəbər ver. Bir gün deyir, gəldi ki, bəs telegram gəldi. Telegramı götürdüm, sevinə-sevinə qaçdım, getdim. Xaloğlu, bəs maşın gəlib, gedək maşını gətirək. Gördüm, deyir, heç bunun keyf açılmadı. Dedim, bəs gedək maşını gətirək. Dedi ki, Xaloğlu, bir sən nə var? Mən o maşını sənin qapına gətirə bilməyəcəm. Sürücülük hüququndan da yoxdur. Maşını sürərsən, avar elərsən, məni tutarlar. Ona görə mən öz qapıma gətir. Dedim, mən yekə oğlansan, bəs bilirsən ki, bunu mən unutmuşam. Dedi, yox. O bahis elədik, dedim, pasportunu ver, gedin maşını gətirim. Və bu da çox düzgün davadalaş edirik. Götdü deyir, pasportun dik ortadan cırdı, atdı, dedi, ala, git gətir. Qaldıq belə deyir, nəsə mübahisə. Çıxdım, getdim, bir həftə, 10 gün deyir, Seyid, Molla yığışdırar ki, bala, qohumsuz, belə bir abırçılıq eləməyin, yola gəlin falan eləyin. Axırda belə məsləhət gördülər ki, gedin maşını götürün, gətirin, gəlin burada mübahisənizi həll edin də. Gəldik deyir, maşını oradan götürdük, getdik deyir, bu Həyat Regensin baş tərəfində bir stayanka vardı o vaxtda. Getdik deyir, maşını saxladıq orada. Dedik, gedək kəndə, qaydaq İtalyana. Məsələni həll eləyək, sonra gələrik. Nəsə ayrıldıq, getdik deyir, 2 saatdan sonra zəif edim stayan şikə ki, bəs maşın dedi, oğlan ayrılanan 1 saat sonra gəldi, maşını götürdü, getdi. İndi deyir, maşını sürür aşağı yuxarı. Nə bilim, prokurora yazmışam, AVHS yazmışam, Raykom'a yazmışam, KGB-yə yazmışam. Hamısına müraciət eləmişəm. Deyirlər ki, Latariyanı kim təqdim edib onu kötü. Mümkün deyil. Ona görə deyir, dayı yaşaya bilmirəm, mümkün deyil. Əsəb öldürür məni. Dedim, məktəbin uşaqları, müəllimlərin o kimi ki, yanında bu etiraf verib. Onların ünvanını bilirsən? Dedi, yox, amma məktəbin ünvanını bilirəm. Dedim, get, dediklərini yaz, iddia ərizəsi tərtib elətdir. Həftənin 1-ci günü tezdən gətir və məktəbin ünvanını gətir. 1-ci gün tezdən getdi. Gətirən kimi dərhal qərar qəbul etdim və maşının üzərinə həbs qoydum. Və maşını qoydum polisin dayanacağına. Eyni zamanda bunu dəvət elədim həmin cavabdehi. Dedim, gəl iddia ilə bağlı izahatını ver. Gəldi, elə birinci izahatında yazdı ki, bəs Latariyanı şərhlə almış. 50% etirafa getdi. Deməli, məktəbə yazdım, oradan bütün müəllimlərin, tələbələrin, bunların, o Patokunun hamısının ünvanlarını aldım. Sonra götürdüm, deməli, o vaxtı. Bir yadımdadır ki, Moskvanın 7 il yoxsa 9 rayonuna, eyni zamanda SSR-nin müxtəlif bölgələrinə məhkəmə tapşırıqları göndərdim ki, bu adamlar bu suallar ətrafında dindirilsin. Gələn o cavabların %100-ü hamısı təsdiq elədi ki, yox, mən danışdım. Bəs orada dedi ki, Bünyadovdur, mənim adıma sadəcə formal olaraq qeyd olmuş. Bu rayonda da bir 3-4 tələbə yoldaşları vardı. Onları dəvət elədim, onları dindirdim, elədim. Hətta gedib onlara təsir eləmişdi ki, gəlməyin oraya, mənim üzümə durmayın. Onları da məcburi gətirdim, dindirdim. Sonra elə onların haqqında da tədbir gördüm gəlmədiklərinə görə. Son nəticədə neçə gün proses getdi, elə araşdırdıq. Axırda qərar qəbul elədim, götürdüm, aldım, verdim maşını fəhliyə. İndi işdən şikayət verilib, gəl vali məhkəməyə. Bu fəhlə bir də görürsən, hər həftə gəlir. Əsət müəllim, akkumulyator öləcək. Deyirəm, mənə qorxma, ölməz. Ölər təzəsini alın. Elə oldu ki, bir aydan biraz artıq, nəsə işin geri gəlmədi. Ali məhkəmədə qoydu qüvvəsində qərarı. Yazdım ki, təcili icra olunsun. Getdilər icraya, maşını təhvil verdilər. Baxdılar ki, maşının zapas təkəri, bir də açarlar. Tədil polis göndərdim, getdim, bunu gətirdilər. Dedim, haradadır? Yox, mən oğruyam, mən oğruyam. Lazımdır, gedim, alım gətirim. Dedim, lazımdır, ged al gətir. Haradaydı ki, evdeydi. Getdi, getdi, təkəri də getdi, açardı, getdi, verdi. Aldıq maşını, verdik fəhliyə. Bax, belə yadımda qalan çox maraqlı işlərdən biridir. Həm də o prosesə o qədər millət gəlirdi. Zal tutmurdu. Bax, o həyət baca dolu olurdu. İstər-istəməz elə bir ki, eşidənin mənən ona bir zərbə kimi gəlir ki, onun haqqına giriblər. Özü də o, həmin adam hansı ki, maşını o daldalamaq istəyən çox böyük imkanlı bir ailədəndir. Qardaşları, özü filan. Və o vəziyyətdə o vaxt o maşını aldıq, verdik. Bilirsiniz, qərar ədalətli olanda, qərar belə haqlı olanda özünə də ləzzət edir, ətrafdakılara da ləzzət edir ki, bax görürsən, haqq yerini tapdı. Budur, bax, ədalət mühakiməsi budur.
Xaçmazda işləyəndə belə bir hadisə baş vermişdi. İki dostdu. Dostların biri evlənmişdi, ailə qurmuşdu. Sonra hardasa bunun qulağına çatır ki, bu evləndiyi qızla güya onun o biri dostunun hardasa bir əlaqəsi olub. Düzdürmü, səhvdürmü bilmirəm. Nəysə, bu da bundan qısqanıb bu dostun öz anasının ölüm günü dəvət edib, çağırıb meşəyə, atası ilə də ora qabaqcadan tüfəng göndərmiş. Gedib meşədə bunu güllələyib bastırıb. Bastırmağı da harada bastırıb? Deməli bu Xaçmazda bilirsiniz də bu meyvə tərəvəz rayonudur. Taxıl biçini olanda su arxlarını doldururlar körpü kimi. Maşınlar gedir, gəlir o məhsulu daşımaq üçün. Sonra ki arxa açmaq lazımdır ki pomidora, xiyara, ücə su geçsin, onda açılır. Deməli bunun meyidi tapılmadı. Bir traktorist buldozerlə gəlib o su arxını açanda demək orada aparıb o gözdə batdı. Bir dəfə vuranda baxır ki bir qol çıxdı. Bir daha vuranda bir qılça çıxdı. Ondan sonra xəbər vermişdi, getdilər müəyyənlədilər ki, budur. Və o müddət ərzində də həmin o dostu cəmaatın qabağına düşüb, Xaçmazın meşələrinə, Nabranın meşələrinə ki, anasının ilində o yoxa çıxıbdı. Bunu anasının ruhu aparıbdı, gedək bunu axtaraq. Cəmaatın qabağına düşüb, gedib meşədə güya axtarırmış. Buna 40 gün bir saqqal saxlamaq, güya hüzür saxlayır. İstintaq getdi, sübut olundu ki, budur. Harada vurmuşam, burada vurmuşam, o həmin yerdən tüfəngdən atılmış gilizlərin qurğuşunlarda da tapıldı, elədi. Ekspertizalar falanlar gəldi məhkəmə mərhələsində. Hətta video çəkiliş də aparılıb. Məhkəmə mərhələsində gəldi dedi ki, mən xəbərim yoxdur, mənə məcbur ediblər. Sonra başqa bir ali vatda ortalığa ki, mən hadisə olan yenə heç rayonda olmamışam. Harda olmuşsan? Dedi, bəs kəndimizdən filan kəslə o sakinlərlə bir yerdə Dərbəndə nar satmağa getmişdik. Tez işi təxirə saldı Dərbənd kolxoz bazarına. Sorğular verdi ki, bu orada gəlib nar satıb satmayıbdı. O da orada ancaq tərəzi alanda qeydiyyata düşürlər. Oradan verdilər ki, bu qeydiyyatda yox. Soruşuruq, bu deyir ki, sən birdən bir nəfər tərəzi alır, 5 nəfər həmin tərəzi ilə çəkir verir. Vacib deyir ki, mən də qeydiyyata düşüm. Nəysə, yenə qaldı belə əlimiz boşda ki, bunun dediklərini təkzib edə bilmirik. O getdiyi adamları çağırdı, danışdıq. Onlar da arvadlarıdır. Gəldi, hansını danışdırırsan, deyirəm ki, bəs ayın neçəsi idi. Oy, başıma dönüm, mən müəllimə deyiləm ki, mən hardan biləm, mən ayın neçəsini bilmirəm. Nəysə, o birisini danışdı, tarixini nə biləm, nə yadımda qaldı. Axırda elə o yazışmalardan falan sonra təzədən qərar qəbul edim ki, bunları təkrar bir də dindirək bu şahidləri. O arvadları bir də dəvət elədik. Müxtəlif məzmunlu suallar verim. Axırda belə bir sual qoydum ki, bəlkə yadınızda ola, həmin gün, siz gedən günü, kətdə nəsə bir əlamətlər hadisə olsun, toy olsun, nişan olsun, başqa bir deyəndə, arvadı dedi, dayan. Adilin qızı Simanın adını kim yazma, dəfnindən çıxıb getmişəm. O ölən günü, həmin günü getmişim. Hə, adətdə var. Ölüm kağızını gətir. Ölüm kağızını gətirdilər ki, hadisədən 3 gün sonra gedibdilər. Bunun dediyi təksib olunur ki, bu orada olmayıb da. Yəni, bunlarla gedib, hadisənin də vaxtı müəyyənləşdirdik. Sən bunu sübut eləməlisən ki, sən yalan danışırsan, sən düz demirsən. Sənin dediklərin bundan təksib olunur. Bax, o işdə elə bir çətinliyimiz oldu. Qərar qəbul etmək çətinlik çəkirdik. Çünki bunun verdiyi o alimi sən gərək təksib edəsən, ondan sonra nəticəyə gələsən. Hüquqşünasam, mənim 3 oğlum var, o 3 oğullar üçü də hüquqşünasdır. Yəni, mən bu sahədə belə əvvəldən də indi məşğul olmuşam, bu sahədə daha da oradasa yoğrulmuşam da o sahədə. Qanunu heç vaxt pozmaq olmaz. Süleyman Peyğəmbərin bir dənə hikmətli sözü var, deyir ki, o dövlət qüdrətlidir ki, orada hamı şahlar isə qanunlara xidmət edirlər. Yəni, son nəticədə belə çıxır ki, hamı qanuna xidmət edir. Qanun qəbul eləmişiksə, bu hamı üçün məcburidir. Məcburidirsə, ürəyim yanır, bunu belə eləməyim, qanunu pozum mümkün deyil, bu ola bilməz. Ola bilər, məsələn, insanda, məsələn, ürək hansı halda köməyə gələ bilər? Məsələn, cinayət törədib, baxırsan 1-3 nəfər, 4 nəfər, bunların vəziyyətinə baxırsan da, biri müsbət xarakterdə olunur, ailəlidir, ziyanı ödəyib, filan eləyib, özün də bir deyirsən ki, yox, heç ürəyində yanır ki, bu olsun ki, bunun qanunda bir-birə cəza nəzərdə tutur, mən buna aşağı hədd cəza verim və yaxud şərti cəza verim, filan eləyim. Bunlar əsas. Amma ürəyin diktəsi ilə birbaşa qanun əleyhinə getmək olmaz. Ona görə də qanun qanundur, o bizim üçün yüksək hüquq və ya malik aktdır. Biz onun həmişə icra eləməliyik və qanunu poza bilməliyik. Maraqlı sualdır. Yenə də bir sual deyəcəm. Düz indi biraz çox geniş olur, çox artıq olur amma hər halda maraqlıdır. Salyan rayonunda işlədiyim müddətdə bir iddia ərizəsi daxil oldu Qusardan. Deməli, Qusarda bir cavan oğlan, cavan qız evləniblər, bir uşaqlar anadan olub. Uşaq hələ heç 40-ı çıxmamış, 5 gündür, 10 gündür uşaq anadan olub. Bunların mübahisəsi düşür. Ana götürür uşağı, atır atanın üstünə, çıxır gedir. Məndə 40-lı uşağı nətər bu ata saxlaya bilər? Ona görə eləyibdir ki, bunlar məcburiyyət qarşılığında qalsınlar, dalıncan gəlsinlər, minnət eləsinlər ki, gəl uşağına yədur, evinə yədur. Bu da bundan betər əsəbi. Götürür uşağı təcili cümhur məhkəməyə ərizə verib ki, bəs xahiş edirəm, qərar qəbul edin, ana uşaq
uşağından imtina eləyib. Belə bir sənəd alır, üst tutur Sumqayıta uşaq evinə. Gəlir orada bu uşağa təhvil verir. Ana o vaxt xəbər tutur ki, uşaq nədir, iş bunun dalıncan gəlmədir, eləmədilər, uşaq da yox. Orada da adətən bu övladı olmayanlar çoxları gedib növbədə dayanırlar, qabaçadan yazılırlar. Bunlara xəbər verirlər ki, bəs belə bir oğlan uşağı gətiriblər, sağlam falan. Sayılanan bir ailədir bu ər-arvad. Tez gedib bunu götürürlər övladlığa. İndi bu övladlığa vermədə bu sir kimi saxlanılır. Ondan sonra uşağın anası, ailə ora yazır, bura yazır falan elə mümkün deyil. Heç nə tapamır. Heç bir məlumat vermirlər buna. Axırda müəyyən eləyir ki, buna cavab verirlər ki, bəs uşaq verilib övladlığa özü sayılandadır. Bu ərizə verəndə artıq uşağın 5 yaşı var. İddia qaldırıb məhkəmədə Maarif şöbəsinin inspektoru, bu Qəyyumluq Himayəçilik Orqanının nümayəndəsi kim? Onlar da gəliblər. Taylardan da cəlb elədim Qəyyumluq Himayəçilik Orqanının hamısını. Əvvəlcə uşağı övladlığa götürən atanı çağırdım. Ərizə ilə tanış elədim. Ərizənin surətini verdik ki, filan vaxtı məhkəmədir. Belə qaldı, dedi ki, Əzət müəllim, mən bircə onu deyirəm ki, mən ondan nəfəs aldım. Əgər o uşaq alınıb verilsə, hesab elə ki, bəlkə də bu zaldan çıxanmadım mən. Elə mən burada canımı tapşırdım. Uşaq da gəlir, 5 yaşında uşaq, şeir deyir, pulların boynuna, ata deyir, bunu qucaqlayır, ana deyir, öpsün, qucaqlayır. Bunlar gözünə çıxmalar görür. Çox ağır bir proses. Ümumiyyətcə o işlər, hələ bu biraz deyək ki, dərinə gedibdir də övladlığa verilib. Lap deyək, iki valideyn arasında uşaq mübahisəsi. Heç ondan sonra maraqlanmayıb, heç ata da maraqlanmayıb. Bunları gələnləri hamısını dindidik, necə olub, nətər olub, məsələnin mahiyyətini araşdırır. Qəyyumluq orqanının nümayəndəsi də onlardan, bizdən, hamısı bunlar çıxış elədilər. Lap yekunda, indi o vaxtı belə idi ki, indi mülk işlərdə prokurorda iştirak eləmədi. O vaxtı məcbur idi prokurorun iştirakı bəzi işlərdə. O cümlədən uşaq mübahisələr. Dedim ki, lazımda çıxışlara vaxt verin. Prokuror köməkçisi dedi ki, yox, lazım deyil. Xahiş edirəm, elə bir başa çıxışlara keçək. Adətən indi bu sir deyil də. Oturuq, məsləhətləşirik, necə olsun, necə olsun, gəl. Bu durdu, çıxış elədi. Hə, bəs bunu dünyaya gətirən anadır, onun damarlarında bunun qanıdır, duanıdır, belədir. Bir pafosla da çıxış elədi. Ona görə də uşaq alınıb öz bioloji anasına təhvil verilməlidir, daha təmin olunmalıdır. Mən indi tərəfləri də dindidim, elədim. Qəyyumluğun bir nümayəndəsi vardı. Sonra oğlan hakim getdi, sonra da hakimdən çıxdı. Dedim ki, yaxşı müşavirəyə çıxırıq. Gördüm, Qəyyumluğun nümayəndəsi ağlayır. Gözlərim belə buldur, yaş tökülür. Heç nə idi bunun? O qədər təsirli mənzərədir ki, 5 ildir bu uşaq burada, 5 yaş, bunu nətər alıb vermək olar, nətər? Haradasa bir 4 saat nə qədər də müşavirədə qaldı. Axırda qərarı elan elədim. Deməli, tüm bu mübahisələrin hamısında bir nömrəli məsələ oldu, uşağın mənafiyi. Uşağın mənafiyinə uyğundur, uyğundur. Bəli, bioloji ana odur, dünyaya gətirən odur. Amma bugünkü gün uşağı alıb ona vermək qeyri-mümkündür. Çünki uşağı özünün psixikası bunun dözməz buna. Mümkündür. Qərarı elan elədik. Bu əsaslara görə valideyn düzdür, sünni və malikdir. Amma qanun nəzərdə tutur ki, belə istisnalara yol verilə bilər bu hallarda. Ona görə də uşağın verilməsinə dair tələb rədd olunmalıdır. Rədd elədik tələb. Nəsə çıxdılar. Qəyyumluğun nümayəndəsi yenə görürəm ki, ağlaya-ağlaya gəlir. Əsət müəllim, bəs icazə verin, təşəkkür edeyim. Deyirəm ki, nəyə təşəkkür edirsiniz? Deyir, yox, mən səhərdən deyir, çöldə də ağlayırdım. Amma deyir, elə orada da məni fikir götürmüş ki, Əsət müəllim belə qərar qəbul edəcək. İndi deyir, o qədər deyir, sevinirəm. Mənim heç nəyimdir, amma mənzərə çox ağır bir mənzərədir. O valideynləri təzən dəvət elədim içəri. Uşağın anasını da, bu birilərini də o tutdum. Dedim, mən sözümü dedim, qutardım. Artıq iş qutardı. Amma indi siz də başa düşürsünüz ki, bu anası budur uşağın. Ona görə də buna qadağa qoymayın uşağına. Onlar ər-arvad dedi ki, hər şey yox, nə danışsan, biz bunu buraxmayacaq iş. Aparacaq bizdə qonaq qalsın. Nə vaxt istəyir gəlsin, uşağı ilə görüşsün, nə vaxt gəlsin qalsın bizdə. Ondan sonra hər razısan, hər razıyam. Bilmirəm, bəlkə də sonra deyəcəkdilər. Yəni həm də ki, böyüyəndən sonra, müəyyən yaş həddindən sonra uşaq öz ağlı kəsəndə istər-istəməz bilir ki, ata kimdir, ana kimdir, bunun həqiqisini bilir də. O məqamda ki, məsələn, uşaq kimə verilməlidir, kimdə qalmalıdır, bu çox ağır bir məsələdir. Düz deyil, burada indi 5 yaşı var, onsuz da mən ömründə eləməzdim elə gəlir. Amma bəzən görürsən ki, ananı evdən qovublar, uşağı da alıblar əlindən. Mən ali məhkəmədə olanda Sumqayıtdan bir iş vardı. Ananı qovmuşlar, qaynata-qaynana. Uşaqları alıb əlindən, sonra deyirlər ki, bəs budur. Yox, onun psixik xəstəliyi var. Nə psixik xəstəliyi? Uşağı almışsan əlinə, bu da biraz istiri işğal edir. Deyirlər ki, başı xarabdır. Nə başı xarabdır? Şu an bir özünə də. Niyə sən də qalmalıdır? Onu iki məhkəmə, ikisi də vermişdilər, qərar vermişdilər ki, babadan ənədə. Mən
ali məhkəmədə götürdüm, yekun qərar qəbul elədim, anaya verilməli. Alınsın, təcili verilsin anasına. Yəni bu əmlak məsələsində, nə bilim başqa məsələlərdə ola bilər elə səhvə də yolu bilər bilirsən, amma bu o qədər incə məsələdir. Burada zərgər dəqiqliyinə yanaşmaq lazımdır. Başqa cür mümkün deyil. Çünki insan taleyidir, o körpənin taleyidir. Ancaq bir onu deyə bilərəm ki, bu mübahisəni həll edən orqanlar, ələlxüsusda məhkəmə belə məsələlərə çox belə zərgər dəqiqliyinə yanaşmalıdır, çox bunu incələməlidir, ondan sonra qərar qəbul etməlidir. Çünki bu uşaq taleyidir, elə belə əşya da öyle deyərsən ki, buna çox diqqətlə yanaşmaq lazımdır. Bütün insanlar hamısı yaradıcı olmalıdır. Hakim də yaradıcı olmalıdır. Hərənin indi öz sahəsi var. Məsələn, mən 20 il Ali Məhkəmədə olduğum müddətdə Ali Məhkəmədə qanunvericilik təşəbbüsü komissiyası vardı. Həmin komissiyanın üzvü olmuşam. Təqaüdə çıxana qədər orada mülki iqtisad işlərində spiker hakim olmuşam. Yəni jurnalistlərlə əlaqə saxlayan biri. Məsələn, mən xeyli miqdarda lap deyək ki, o mülki məcəllənin özündə, prosessual məcəllədə falan da dəyişikliklə bağlı təkliflərim olub və hamısı Milli Məclisdən keçmişik. O vaxtlar elə Ali Məhkəmədən Milli Məclisə nümayəndə kimi çox vaxt mən getmişəm. Çox məsələlərin müzakirəsində mən iştirak eləmişəm. Məsələn, bir məsələni deyim də, 2000-ci ildə biz Ali Məhkəmədə fəaliyyətə başlayanda, o vaxtı apellyasiya məhkəmələri də onda yaradıldı, təzə ağır cinayət məhkəməsi yaradıldı. Mülki prosessual məcəllədə belə bir norma vardı. Apellyasiya məhkəməsində qərar qəbul edilən andan qərar icra olunmalı olur. Ondan sonra şikayətlə gedirdi Ali Məhkəməyə. Məsələn, ev mübahisələri vardı. Gəlir ora, baxırıq görürük ki, səhv əldə ediblər. Qərar qanunsuzdur. Ləğv edib qaytardıq Yeni Baxışa. Yeni Baxışa gedəndə bir də bəlli olurdu ki, qərar qüvvəyə minib. Baxırdıq ki, evi götürüb o ona satıb 4-cü alıcıdadır. Süni sürətdə vicdanlı alıcı zadı yaradıblar fonu. Və sonucudan onu almaq mümkün deyil. Mübahisə açan adam son anda qalırdı əli boş. Ondan sonra zərər vuran şəxsdən bu ziyan almalıdır. O ziyan da illərlə köpük heç alınması mümkün olurdu, olmurdu. O da bir problem. Bu məsələn o vaxt mən qaldım ki, axı bu ola bilməz. Onda əgər Ali Məhkəmə baxırsa, təzədən biz baxana qədər bu qüvvəyə minirsə, təzədən gedir, mənasız bir işə çevrilir ki, təzədən gedib bunu araşdırılır. Ona görə də o qanun dəyişməlidir və qanunda yazılmalıdır ki, əgər şikayət verilməyibsə orada qüvvəyə minə bilər. Şikayət verilibsə kassasiyada, Ali Məhkəmədə baxılandan sonra qüvvəyə minməlidir. Yoxsa nə mənası oldu? Mən qaytardım, gedirəm ki, heç nə yoxdur. Hər şey çıxıb əldən. Düzdür, biraz uzun çəkdi. Səhv eləmirəmsə 2009-cu ildə idi. O qanunu dəyişdilər və qanunda orada da yazıldı ki, şikayət verilibsə kassasiya məhkəməsində baxılana qədər qanunu qoysun ala bilməz qərar. Bəzi hərəkətlərin qarşısını aldı. Cəmaətin hüquqlarının təmin olunmasına çox köməkliyi dəydi. Nəyə gətirirəm misalı? Yəni hər bir şəxs öz sahəsində istəyir hüquqşünas olsun, istəyir mühəndis olsun, yaradıcı olmalıdır o sahə üzrə. Olmasa mümkünsüzdür. Elə belə otur orada. Sənin də yaradıcılığın olmalıdır. Sənin də bir təşəbbüskarlığın olmalıdır. Ona görə hökmən vacibdir. Hakim yaradıcı olmalıdır. Valla bunun hər ikisi şərəfli peşədir, amma açığı deyim ki, bugün hakimlik biraz çox çətin bir durumdadır. Nə mənada? Birinci instansiya məhkəməsi hakimlərinin işi həddindən çox ağırdır. O qədər iş yükü var ki, onlar onun öhdəsinə gəl. O şənbəsi, bazarı filanı yoxdur bu adamların. Mənim də övladım orada işləyir görürlər. Hələ 2019-cu ildə qərar qəbul olundu ki, hakimlərin sayı 800-ə qaldırılsın. Hələ də o rəqəmi almaq mümkün deyil. Təqaüdə çıxanlar, geri çağrılanlar, vəfat edənlər filan yenə gəlib o səviyyəni hələ almaq mümkün deyil. Amma 800 olsa da bu yenə yetərli deyil. Azərbaycan qədər əhalisi olan dövlətlər var. O dövlətlərdə ən azı bir 2000 hakim var. Məsələn 10 milyonluq bir dövlətdə 2000 hakimi var. Onlar bəli onu çatdırırlar, işləyirlər. İndi fikir verin, 2000 adamın yükü gəlib düşübdür deyək ki, hardasa bir 500 nəfərin, 600 nəfərin üzərinə. Mümkün deyil bunu çatdırmaq. Ona görə də iş yükü çox düzdür. Hakim bir şey şərəfli işdir. Hüquqşünasların hər biri arzusunda olar ki, hakim olsun. Amma ən azından bu iş ki normal olmalıdır ki, hakim də normal bir iş şəraitində işləsin. O mənada götürəndə vəkil sərbəst işdir. Tez gəldin, gec getdin, nə edin, bunu deyən yoxdur. Sərbəst o mənada ki, məsələn, bu gün istəyirsə, istədiyi yerə gedə bilir. Hakim çıxa bilmir. Amma mən fərq qoymazdım. İstəyir hakim olsun, istəyir vəkil olsun. Hər ikisi şərəflidir. Bizim o qədər hörmətə layiq vəkillərimiz var ki, nüfuzludular, əhali arasında da, cəmaət arasında da. Çünki özünə hörmət qoyan, peşəsinə hörmət qoyan adam, vəkil kimi ona böyük inam varsa, böyük hörmət sahibidir. Ona görə də hakim də olmaq, vəkil də olmaq, nə bilim, müstəntiq olmaq kimi
Bu hamısı bunun şərəflidir, amma yenə deyirəm, ən azından iş yükü normal olmalıdır, sərbəst olmalıdır. Məsələn, sərbəstliyinə görə mən çox vaxt vəkillərə elə işləyən müddətdə də qibtə edirdim onlara ki, hə, maşallah, istədikləri vaxt gəlirlər, gedirlər, istədiyi işə gedir, çıxır, istəmədiyinə çıxmır. Yəni bu sərbəstliyinə görə. Ümumiyyətlə, qanunvericilik çox tez-tez dəyişir. Məsələn, mən baxmayaraq ki, indi 2020-ci ildən təqaüddəyəm. Bu günə qədər düzdür, mən məsələn, məsləhət eləyənlər də çoxdur. Oğlumla da bu məsləhət işlərlə falanla baxıram. Yəni, həm yaddaşım təzələnir, həm də ki, izləyirəm qanunvericiliyi. Konstitusiya Məhkəməsinin qərarlarıdır, qanunlarda olan dəyişikliklərdir, falanlardır. Bunları izləməsən, mən həmişə orada tədrisə də deyirdim ki, 10 gün qanunvericiliyi izləməsiniz, elə bir geri qalmışsınız, çox geri qaldınız. İyul ayı mən məzuniyyətdə olmuşam. Qayıdıb gələndən sonra baxıram ki, iyul ayında icra haqqında qanuna, ipotek haqqında qanuna, nə qanunlar, nə qədər dəyişiklik olub. Əhəmiyyətli də dəyişikliklərdir. Bunları bilməsən, sənə müraciət edilənə nə cavab verəsən, nə yol göstərəsən. Ona görə də indi işləyənlər üçün hakimlər, gənclər çox mütaliə etməlidirlər, çox oxumalıdırlar. Hakimlərin bəzisi işləyənlər də rast gələndə deyir ki, o vaxt sizin bir sözünüz həmişə yadımızdadır. Mən deyirdim ki, prosessual normaları əzbər bilməlisiniz. Məsələn, prosessual qanunvericiliyi. Amma maddi qanunvericilik əzbərləməyə ehtiyac yoxdur. Açıb baxırsan da nəyi tətbiq eləyəsən. Amma prosesin ortasında vəsadət verilir, biri nə bilim deyək ki, bir ərizə təqdim edir falan. Ona deyənməyəsən, gözlə burada gedim, baxım, gəlim, görüm nədir. Sən ona görə proses əzbər bilməlisən ki, hansı hərəkət eləyəsən. Etiraz verir, nə cürə, nə hərəkət eləməlisən, sən onu bilməlisən. Ona görə də çox oxumalıdırlar. Qanunvericiliyi izləməlidirlər. Bax, mənim çox acığıma gəlir, birdən bir nəfər zəif vurur. O falan şey nətər olur? Hüquqşünasdır. Deyirəm, açıb baxmısan qanuna. Yox, indi elə sizdən sonra deyirəm, niyə oxumursan? Baş qanuna bax da, qanunda var da bunun cavabı. Gör nə yazılıb orada. O cavabı orada olmazsa, hə, axtar yinən kim. Və yaxud hansı halda vardı bizdə, məsələn, vəkillər vardı, indi baxsa hakim gedibdi. Gəlirdi birdən, deyirdi ki, siz mənim, burada qanunda belə yazılıb, Konstitusiya Məhkəməsinin qərarında belə izah verir, filan məsələdə belədir. Burada nəsə mən bir ziddiyyət görürəm, bunu bir müzakirə eləyək. Oxuyur, hesab edir ki, arada ziddiyyət var onun da. Amma eləsi var ki, qanunu açıb oxumur. Elə zəif vurur, filan kəsdən soruşun, filan kəsdən soruşun. Olmaz belə, belə tənbəllik olmaz. Mən yenə deyirəm, bu yaşımda hər gün onları mən izləyirəm, hər bir dəyişikliyi yığıram və çalışıram ki, məsələn, onun hamısından məlumatlı olam ki, mənə müraciət edənlərə heç olmasa cavab verirəm ki, bu necə həll olmalıdır, necə olmalı. Yoxsa mən özümü ayıb bilirəm ki, kimsə mənə müraciət edir, deyəm, qanun dəyişir, mən bundan xəbərim yoxdur. Olmaz belə. Ona görə də hüquqşünaslara, gənclərə tövsiyəm budur ki, çox oxusunlar, həddindən çox mütaliə eləsinlər və qanunvericiliyi, qanunları yaxşı öyrənsinlər. Ondan sonra vətəndaşların hüquqlarını da düzgün müdafiə edəcəklər, haqq, ədalət də yerində olacaqdır.